Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün birlikte qarğıdalı pişirəcəyik. Başladıq. Öncə qarğıdalı soyuram. Artıq neçə gündə almışıq. Hələ pişirməmişəm. Bugün mütləq pişirməliyəm. Bilmirəm, siz necə xoşlayırsınız. Mən bugün öz üsulumdan pişirəcəm. Öncə qarğıdaları təmizləyib, sonra yuyacağım. Yuyandan sonra onu süddə pişirəcəm. Siz necə edirsiniz? Bu haqda şəhər bölməsində yazın. Ümumiyyətlə kanalıma abunə olun. Məni dəstəkləməyi unutmayın. Bıçaqla kəsərəm. Südlə pişirəcəyik. Südümüz də burada. Öncə yuyuram qarğıdalarımızı. Siz hansı metodla pişirirsinizsə, zəhmət olmasa, şəhərlərdə qeyd edin. Diqqətimi çəkən metodlar olsa, mütləq ki, mən də sizin kimi pişirəcəm. Qazanın yarısına qədər su doldururam, yarısına qədər süd tökəcəm. Südüm tam dolu deyil, harsa buralardandır. Ona görə istəyirəm birinci südü töküm. Bilmirəm, siz bu metodu istifadə eləmişsiniz ya yox. Ancaq çox qəşəng olur. Belə, bunlar əslində batıqlar. Prosta, bu batmıyor. İndi biraz üzünə, biraz bunu tutacaq qədər su əlavə edəcəm. Gəlin birlikdə eləyək. Olsa suyu nə qədər çox doldururam, o qədər suyun üzünə çıxır. Sonu isə sürprizdə olacaq. Yəni belə davam eləməyəcək. Kanalımı izləməyə davam edin. Qarğıdalılarımız pişənə qədər biz anne qız çay keyfi eləyək. Demək belə lokum almışam. Göstərim sizə. Daha belə şəkər tozu çox olanda çox sevmirəm. Ancaq yenə də denəyək. Çaylarımız da süzüm. Burada indi olacaqdı. Cihan çayı. Ləzzətli. Bilmirəm, istəməyən kimi çay xoşsuz, çay sevənsiz. Yoxsa necə? Çaylarımız da hazır. Getdik çay içməyə. Qarğıdalımız burada pişir. Yox, hələ yumuşalmıyor. İndi qarğıdalılarımızı yağlayıb, duzlayıb, siz istəsəz başqa ədvətlərdə istifadə edə bilərsiniz. Daha sonra tavada qızardacağım. Burada belə süd qaynaqları qalır. Belə pişiriləndə qarğıdalı biraz qaralır. Bu İstanbul sokaqlarında satılan qarğıdalı dadı verir. Aslında bunu yağlamayıb da yeyə bilərsiniz. Daha az kalorili olar. Arıqlamaq istəyən xanımlarımız o cür istifadə edə bilər. Bu istiyatda ikisindən vuracağım sadəcə. Diğer ikisindən vuracağım. Uşaqlara görə narahat olmasınlar. Az önce dediyim kimi siz sevirsiniz. Başqa ədviyyatlarda istifadə edin.
İstəsəniz siz də evdə eləyə bilərsiniz, hazırlaya bilərsiniz. Yəni sadə qarğıdağdan 2 cür atışdırmalı uşaqlarınızı hazırlaya bilərsiniz. Belə. Siz hansı növünü sevirsiniz, hansı növünü hazırlayırsınızsa, mütləq bölməsində yazın. Kanalıma abunə olmağı unutmayın. Sağ olun, sevgiyle qalın.